isə qan verdikdən sonra bir neçə gün ərzində artıq sistem özünü bərpa etməyə başlayır. Belə ki, bu prosesdən keçən bir ilk günlərdə həm qanın belə deyək, maye həcmi bərpa olur. Yavaş-yavaş qanın laxtalanmada iştirak edən hüceyrələrinin sayı bərpa olur. Daha sonra bir neçə gün ərzində immun sistemi də iştirak edən ağ rəngli hüceyrələr bərpa olur və daha sonra da 2 ay müddətə qədər davam edən bir müddətdə qanın qırmızı hüceyrələri, yəni eritrositlər və dəmir ehtiyatları da bərpa olmağa başlayır. Daha doğrusu qanda dövr eləyən dəmir miqdarı. Amma bu dövrdə də bədən təbii ki, 2 aya qədər əziyyət çəkmir, öz resursları, öz imkanları hesabına həmin bu dönəmi də asan şəkildə yola verir və bu dönəmə adaptasiya olur. Ona görə də qan verməkdən buna görə narahat olmağa dəyməz.